Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımağım uğraşırsan, bir də bir bərinə cavanlaşırsan. Salam əziz dinləyicilər. Mikrofon önündə Aybəniz Məmmədəliyevadır. Şuşanın görkəmli şəxsiyyətləri silsiləsindən Xurşudbanu Natəvana həsr olmuş növbəti verilişi təqdim edirik. O, saraylarda naz-nemət içərisində böyüdü, ustadlardan dərs aldı. Uca Allah ondan heç nəyi əsirgəməmişdi. Zahiri gözəllik, fitri istedad vermişdi öz sevimli bəndəsinə. Amma zamanənin sərt yerləri onu sınaqlara məruz qoydu. Ayrılıqlar, xəyanətlər yaşadı. Sinəsinə övlad dağı çəkildi. Natəvan bütün bunlara rəğmən tarixin yaddaşına öz xeyirxahlığından, insanlığından qalmayan bir şəxsiyyət kimi həkk olundu. Zəmanə saldı əcəb, möhnətül məlalə məni. O mahrudən uzaq, verdi qəm zəvalə məni. Tükəndi tab-u təvan, ey Xudayiləm yəzəli. Ya tez bu canımı al, ya yetir vüsalə məni. Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. Gəl indi gör ki, fərağın salıb nə halə məni. Nə yaxşı günlər idi kim səninlə munis idim. Zəmanə indi edib sinə daxlı lalə məni. Vüsalə yetməyibən zar-ı natəvan qaldım. Edib fələk yenə həsrət o məhcəmalə məni. İstəkli dinləyicilər, söhbəti professor, siyasi elmlər doktoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədov davam etdirir. Xoş gördük Aybəniz xanım. Təşəkkür edirəm. Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri olan poeziyamızın iftixarı Xan qızı Xurşudbanu Natəvan Azərbaycan mədəniyyət tarixində lirik şair, rəssam, həmçinin ictimai xadim, xeyriyyəçi kimi şöhrət tapmışdır. Nizami, Füzuli, Nəva kimi nəhəng şəxsiyyətlərdən yüksək poetik ənəsindən tərbiyə alıb böyüyən Natəvan 19-cu yüzillikdə Azərbaycanda yazıb yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi olmuşdur. Əvvəlki verilişlərimizdə də qeyd etmişik, onun əsərləri haqqında bir sıra məlumatlar vermişik. Eyni zamanda da qeyd etmək istəyərdik ki, onun həm də şəxsi həyatı bir qədər keşməkeşli olmuşdur. Natəvan xan qızı olsa da, onun şəxsi həyatı, taleyindən o hər zaman narazı qalmışdır. Hələ uşaqlıqdan bir sıra məhrumiyyətlərin, uğursuzluqların acısını dadmalı olmuşdur. Eyni zamanda qeyd etməliyik ki, xan qızı Xurşudbanının uşaqlığı xanlığın iflası ilə həm də eyni bir vaxta düşürdü. Ailədə hökm sürən məyusluq, pərişanlıq və əsəbilik heç şübhəsiz ki, ona təsir etməyə bilməzdi. Göz açıb sarayın cansıxıcı həyatını görən xan qızı ailədəki təhlikdən və quru ayinlərin icrasından artıq demək olar ki, həm də zinhara gəlmişdi. Natəvan öz hüquqsuzluğunu çox erkən dərk etmiş və ətrafda cərəyan edən hadisələrə də laqeyd baxa bilməmişdir.
Atası Mehdiqulu xanın get-gedə hakimiyyətdən uzaqlaşdırılması istər-istəməz xan qızı Xurşudbanını da bədbinləşdirmişdi. Tar zülfündü mənim Tar zülfündü məni böyləyə giriftar eləyib Nə gələ başıma yol, nə gələ başıma yol Zülfümü tərra gətirir ay can Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Xanlığın tamamilə ləğvi firavan həyat sürməyə adət etmiş ailənin müqəddəratı üçün də qorxu törətmişdi. Natəvan 13 yaşında ikən Mehdiqulu xan ölmüş, ailə başsız qalmışdı. Belə bir vəziyyətdə fürsətdən istifadə edən şöhrətpərəst bəzi bəylər bu ailə ilə qohum olmaq xəyalına düşmüşdülər və fasiləsiz təklif və məsləhətləri ilə Xurşudbanını çıxılmaz vəziyyətdə qoymuşdular. Ancaq Şuşadakı şərait, vəziyyət elə idi ki, Xurşudbanu Natəvan həm də həmin dövrə nəzər salsaq, çarizm Azərbaycanı demək olar ki, ələ keçirmişdi. Azərbaycan Çar Rusiyasının müstəmləkə siyasətinin qurbanı olmuşdu. Amma buna baxmayaraq müəyyən qədər Şuşa şəhərində həyata keçirilən mədəniyyət tədbirləri və digər tədbirlər bütün bunlara təbii ki, maneçilik törədə bilmirdi. Amma belə bir şəraitdə çarizm xan ailələrinin qohumlaşdırılması cəhdinə mane olmağa çalışdı və nəticədə də Qafqaz canişini Voronsovu göndərdi və iqtisadi təzyiq göstərdi. Həm də hədə-qorxu gəldi ki, Natəvanı Çarın etibar etdiyi bir başqa birisi ilə, yəni Dağıstanlı knyaz Xasay xan Usmiyevlə evləndirsinlər və bu evlilik də baş tutdu və bundan sonra demək olar ki, Natəvanın xoşbaxt ailə qurmaq arzusu da puça çıxdı. Qeyd etməliyik ki, Natəvan eyni zamanda belə bir dövrdə həm də məcburiyyət qarşısında qalıb, bir qədər Tiflisdə də məhz elə ailə həyatı qurandan sonra onun Tiflisdə yaşamasının əsas səbəbi məhz elə Xasay xan Usmiyevlə ailə həyatı qurması oldu. Və təbii ki, 1864-cü ildə Xasay xan ailəsini atıb getməsi, ondan sonra knyaz Loris Melikovla münaqişə nəticəsində sürgünlə göndərilməsi, ondan sonra 1866-cı ildə orada özünü öldürməsi artıq xan qızı Xurşudbanı Natəvana yenidən ailə qurmaq üçün bir əsas verdi. Amma həmin dövr elə bir zamanə idi ki, elə bir dövr idi ki, o qədər də bu məsələlər asan deyil idi. Yəni həmin dövrdə həm də insanların siyasi şuuru, yəni həyata münasibəti o qədər də inkişaf etməmişdi və o baxımdan Natəvan bir qədər asudə olmaq istədikdə anası Bədircahan bəyim də vəfat elədi. Ailənin, evin qayğısı, təsərrüfatın ağırlığı da elə xan qızının üzərinə düşmüş oldu. Bir tərəfdən ailə dağılmışdı, bir tərəfdən anasının Bədircahan bəyimin vəfat etməsi, xan qızının köməksiz, arxasız qalması onun demək olar ki, istəməyənlərin ona olan münasibətini bir qədər də mənfi qismdə fəallaşdırmışdı. Qeyd etməliyik ki, onlar Natəvanın hər bir atdığı addıma da göz qoyurdular. Onun mədəni təşəbbüslərinə, xeyirxah tədbirlərinə də hətta bir qədər don geydirməyə çalışırdılar. Gettar iki yüzlü. Bizim talimiz səbir, mətanət istəyir. Zənci uzaq, yol çətindir. Mirzə elə bil məni dəmir məngənə arasına qoyub sıxırlar. Biz bu məngənədən heç bir zaman xilas ola bilməyəcəyik. Xilas ola biləcəyik Banu bəyim. Tarix çox məngənələri, zəncirləri qırıq-qırıq eləyir. Nə vaxt yetişəcək o tarix Mirzə? Nə vaxt? Azərbaycanın cəsur, mərd oğulları yaşayır. Tarix bir-iki nəslin ömründən ibarət deyil Banu bəyim. В эфире «Голос Шуши». Buna baxmayaraq Natəvan belə bir şəraitdə digər bir addım atır. 1869-cu ildə Seyid Hüseyn Ağamirov adlı bir Şuşalı ilə ailə qurur
və nəticədə o ikinci bir ailə qurduqdan sonra Şuşadakı fəaliyyətini bir qədər də genişləndirir və ömrünün baxmayaraq ki, sonuna qədər yenə də təqiblərlə, təhdidlərdən yaxı qurtara bilməsə də, amma Natəvan artıq bundan sonraki dövrdə Şuşada olan mühiti və eyni zamanda ona olan münasibəti daha da yaxşılaşdırmaq üçün o artıq digər bir addım atır ki, keçən dəfəki verilişimizdə dediyimiz kimi Məclis Üns Təşkilatının fəaliyyətinin genişləndirilməsi, ondan sonra orada onun gördüyü xeyriyyəçilik işləri və s. Eyni zamanda onun bir ziyalı bir xanım kimi, ictimai bir xanım kimi Vladikavkaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə, Naxçıvana səfərləri. تستمعون إلى صوت شوشة. La voix de Choucha continue. Biz bir məsələni unutduq, istəyərdim bu barədə də qısaca olsa dinləyicilərin nəzərinə bir məlumat çatdıraq ki, onun 1858-ci ildə Xasay xan Usmiyevlə birlikdə Bakıda olduğu dövrdə fransız yazıçısı Aleksandr Duma ilə rastlaşdığı haqqında kifayət qədər məlumatlar vardır. Xasay xan fransız dilində əsl parisli kimi danışması məhz Dumanı bir qədər təəccübləndirmiş, heyrətləndirmiş və onun sevincinə səbəb olmuş, aralarında dostluq münasibətləri yaratmışdı. Və onlar Abşeronda, Bakıda birgə gəzintiyə çıxmışlar. Bakı bağlarının birində onlar görüşmüşdülər. Natəvanın eyni zamanda həmin dövrdə Bakıdan elə Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumatı da məhz biz Aleksandr Dumanın özünün yazdığı Qafqaza Səyahət adlı kitabından məlumat alırıq. Məşhur fransız yazıcı Qafqaza böyük səyahətə çıxır. Avropalı bir ziyalı kimi bəlkə də düşünürdü ki, buralar ancaq dağlardan və at çapan döyüşçülərdən ibarətdir. Səfər çərçivəsində yolu Qarabağ Şuşaya düşür və burada onun dövrün ən ziyalı qadınlarından biri, sonuncu Qarabağ xanının qızı şairə Xurşudbanu Natəvan qarşılayır. Duma ona qonaq olur və aralarında bir şahmat partiyası başlayır. Təsəvvür edin, bir tərəfdə Avropada zəkası ilə öyünən, özündən əmin, qürurlu bir dahi, digər tərəfdə isə şərqin nəzakətli, amma iti zəkalı xanımı. Duma gülümsəyərək asanlıqla udacağını düşünür. Amma gedişlər irəlilədikcə vəziyyət dəyişir. Natəvan elə ustalıqla həmlələr edir ki, fransız yazıcı nə baş verdiyini anlamır və şahmat. Duma darmadağın olur. Amma həm də məftun olur. Bu məğlubiyyət ona o qədər təsir edir ki, xanımın zəkasına heyran qalaraq özü ilə gətirdiyi fil sümüyündən hazırlanmış o məşhur şahmat fiqurlarını Natəvana bağışlayır. Şuşa sıxmaq güzeldir. لا يزال صوت شوشة مستمرا. Eyni zamanda onun uzaq şəhərlərdə oxuyan tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşudbanudan yardım alması haqqında da məlumatlar vardır. Və bu barədə Kaspi qəzetinin 1911-ci il 146 saylı nömrəsində Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdı adlı başlıqlı bir məqalə də nəşr olunmuşdur. Buyurun əyləşin, cənab Seyidisi. Banu bəyim, sizin tapşırığınız mücibində 5 nəfər Rusiya, 5 nəfər də Parisə oxumağa getmək üçün istedadlı gənclər intiqab elədik. Çox gözəl, özləri necə baxırlar? Çox sevinirlər. Həyatını dövrün tələbləri səviyyəsində qurmağa adət edən Natəvanın vətənində yaratdığı yeniliklərin, zövq və həvəslə gördüyü işlərin sədası artıq xaricə də demək olar ki, yayılmışdı. Onun bəslədiyi Qarabağ cinsli köhlən atlar 1867-ci ildə Parisdə, Əlcəzairdə, daha sonra isə 1869-cu ildə Moskvada dünya sərgisində birincilik qazanmış, qızıl medala, fəxri fərmana layiq görülmüşdü. Tiflisdə təşkil edilən ölkə kənd təsərrüfatı sərgisində isə şairin əl işləri, becərdiyi buğda, arpa, dən sortları ən yaxşı eksponat kimi münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, çox yüksək qiymət almışdır. Natəvanın eyni zamanda Qarabağı abadlaşdırması, Şuşanın mədəni görkəm alması, mədəni mühitini bir qədər də demək olar ki, daha da yaxşılaşdırması istiqamətində onun düşüncələrinin artması, eyni zamanda əhalinin daha çox düşünməsi, keçən dəfəki söhbətlərimizdə qeyd etmişik, bir daha vurğulamaq istəyərdim ki, bunu Mir Mövsüm Nəvvaf Qarabağı da öz əsərində yazır ki, 1872-ci ildə o çətinliklə də olsa, amma öz vəsaiti hesabına Şuşaya içməli su çəkdirdi və o 1873-cü ildə 100.000 manat sərf edilən
o su 7 kilometrlik məsafədən sıldırım qayaların çaparaq Şuşaya çəkdirilən su mənbəyində necə dadda idisə, Şuşaya gələrkən də eyni dadda həmin suyun demək olar ki, tamı, dadı qalmaqda idi. Və bu da şəhər əhalisi üçün böyük bir fədakarlıq idi. Vətənpərvərlik nümunəsi kimi qiymətləndirilirdi. Yüksək ideyalara, pak niyyətlərlə yaşayan bu qeyrətli xan qızı Xurşudbanu Natəvan şəhər sakinlərinin 100 illik arzusunu həyata keçirdikdən sonra bulaq çəkdirməsi, eyni zamanda su anbarı tikdirməsi, ondan sonra hətta buzxana tikdirməsi çox böyük əhəmiyyət kəsb edirdi. Əsl mənada xan qızı Xurşudbanu Natəvan vətəninin rifahı naminə canını, varını əsirgəməyən, xalq yolunda ürəyini məşəl edən əsl el anası olmuşdu. Şuşanın səsinin növbəti buraxılışı sona yetdi. Yaradıcı qrupumuzla tanış olun. Müəllif Professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, redaktor Aybəniz Məmmədəliyevadır.